Deməli, çanqan ulzilərdə mühərrik öz-özünə xodlanır, sönür, xodlanır, sönür. Belə bir problem var. Bununla bağlı çox şikayətlər olur. Bax, göstərirəm sizə. Bax, indi öz-özünə sönəcək. Bir dəqiqə içində bu təkrar neçə dəfə olur da, xodlanır, sönür. Bax. Bir dəqiqə içində ən azından 4-5 dəfə olur. Xodlanır, sönür, xodlanır, sönür, xodlanır, sönür. Belə bir dənə qlobal problem var bu maşınlarda. Yəni bu olsa da narahat olmayın da bundan. Varsa əlacı da var. Demirəm, göstərmirəm niyə. Özün düzəldib verəcəm. Göstərdəndən sonra bir də görürsüz alimlik edirlər bəziləri. Ona görə göstərmirəm. Amma maşının bu cür halları baş verərsə, öz-özünə xodlanıb sönmə problemi baş verərsə, narahat olmayın. Heç bir problem, ciddi bir problem yoxdur. Həll edib verəcək. Həll olunma, yəni variantı var. Kimdə belə bir narahatçılıq varsa, müraciət edə bilər, qaydasına qoya bilər.